Hal-hazırda Novxanı yolundayam. Saat 20:32. Bir dənə Lexus RX 300'dür yoxsa RX 330'dur. Mehdiyabad qəsəbəsində sönüb həyətdə. Gedirik onu işə salmağa. Gedək baxaq görək. Nəticə əldə eləyə bilərik. Deməli, gəlib çıxmışam Lexusun yanına. İşə düşməməyini sizə göstəreyim. Bu verənci. Bax. Belə. Bax. Elə bir boş vurur. Sanki Bendex çıxmır yerindən. Belə bir his var. Bax. Qulaq asın. Baxaq görək nə məsələdir. Deməli, bunu buradan sökmüşük, starter buradadır. İndi çıxardacağım. Mən elə yer ki, Bendex elə bil düşüb maxavikin içinə. Bilmirəm, maxavikin yox da, yəni yuvaya. Bilmirəm, ola bilər səhv eləyirəm, amma yenə də baxacağıq, gecə vaxtında işləyirik həyətdə. Deməli, maxavikin dişləri yerindədir. Hər şey qaydasında starteri çıxartmışam. Axşam vaxtıdır. Starteri də getirdilər. Qoyacaq üstünə. Bağlayıb yığıb işə salıb göstərəcəm. Hələ tam yığmamışam, amma starteri fikrim var ki, işə salım bir yoxlayayım. Hə, sənə bir zəhmət olmasa fırlat baxaq. Hə, söndürə bilərsən. Vəssalam. Deməli, məsələ nədir? Mən burada 2 dənə starterdən bir dənə starter yığdım. Məsələ nə idi? Məsələ odur ki, qardaşlar. Deməli, burada mən avtomatı söküb çıxarda bilmədim. Buradan durali qırdım. Məcbur oldum, qırdım, o birisi starterin üstünə yığdım. Deməli, fıçay gibi rele var, dartıcı rele, itələyici, nə bilim, nə deyirsiniz deyin də. Bu relenin içində belə bir baskı mexanizmi var. Bircə dəqiqə. Hə, belə bir baskı mexanizmi var. Bu baskı mexanizmi bunun içindəki bu ilgə ilə birləşik olmalıdır. Yəni ki, bunu bassın, çıxartsın, sonra çəksin dala. Starterin quruluşunu bilənlər bilirlər. Olmasa kanalda video var. O basır, özü qırılıb deyənə, çıxıb düşüb deyənə, təzədən o Bendex'i dala çağırmır. Və beləliklə Bendex ilişir qalır orada, ona görə boş fırlanır. Bu dükandan alınan starterun, ölüxanadan alınan starterun avtomatıdır. Bu mənim xoşuma gəlmədi. Ayıb olsun, kim bunu satıbsa, indi sahibi də bilməyib. Belənci bu həyəcanlandırıcı şeyini, plusunu qırıq verib şpilkasını. Əslində belə olmalı deyil. Buradan da belə kəsiblər, vəhşi kimi çıxardıblar. Nə bilim valla. Heç nə. Bunda mən qırdım. Niyə? Çünki şurup açılmadı. Bir də bu şurup deyə əyilib. Baxın göstərim. Deyə əymişəm bunu. Əyilib. Görürsünüz. Açılmadı. Nə qədər əyilib açılmadı. Sahibindən icazə aldım ki, icazə verin bu durayla qırım. Vəssalam. Qırdım, çıxartdım. Avtomatı bağladım vursa avtomatın üstünə. Yolda qalmayın kişilər. Buna baxın. Gəl bura. Qorxma. Gəl bura. Qorxma. Qorxma, qorxma. Ağzının suyu töküldü kurtkamın üstünə alan. Neyiniysən ala? Şöp, bəsdir. Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Maşınlarınız necədir? Yaxşıdır inşallah, özünüz də yaxşısınız inşallah. Deməli Toyota'dır. Bu 300'lərdən 330 Lexuslar var. Onların gövdəsindəndir. Baxın. Deməli avtomobil
diaqnostikaya çox çətin gəlir. Ümumiyyətlə gəlmir. Yəni çətin gəldiyəndə ki, mənim alətlərimi heç biri oxumadı. Bir dənə Toyota Diller aləti oxuyur. Onda düzün desəm, notebooku işə salmağa heç o dərəcədə həvəsim olmadı. Amma bunlar hamısı bir qırığı sizə göstərmək istəyirəm. Deməli, bilməyənlər üçün də indi ustalarımız hərdən birdən rastlaşa bilərlər də bu avtomobillə. Ona görə necə diaqnostika eləmək lazımdır göstərim. Söhbət mühərrik qismindən gedir. Avtomobil öz-özünə yolda sönür. Nasos filan dəyişiblər. Yəni, təzə nasos qoyulub. Amma yenə də düzəlməyib. Deməli, biz nə edirik ondan ötürü? Qeyd eləmək istəyirəm ki, avtomobil sükanı sağdan sola keçmədi. Yəni, Yaponiya üçün istehsal olmuş avtomobildir. 99-cu il buraxılışdı. Deməli, ona görə də diaqnostika portu yerləşir. Harada? Deyibə burada. Məsələ nədir? Diaqnostika portunu görürsünüz. Portu. Bu sayaq çevirirsiniz. Bu sayaq. Bu üst tərəf şpilkası. İlgəyi sizə tərəf baxır. Görürsünüz buradan. Bu tərəfdən sayırsınız. 1, 2, 3, 4-cü pin. Yenə də sayıram. 1, 2, 3, 4-cü pin. Aşağıdan da sayırsınız. 1, 2, 3, 4, 5-ci pin. Görürsünüz orada pin var. Bunları bir-birinə birləşdirirsiniz. Bəli. Düz eşitdiniz. Səhv eşitmədiniz. Bunları bir-birinə birləşdirirsiniz. Necə birləşdirirsiniz, nətər birləşdirirsiniz onu siz bilərsiniz. Mən isə uşaqlığımızın oyuncağı olan Arduino'nun kabellərindən birləşdirirəm. Birləşdirim. Deməli, bunu salıram 4-cü pinə. Bunu da salıram 5-ci pinə. Və salam. Birləşdirdim. Gördünüz? Diqqətlə baxın. Gördünüz. Əsasən də rayonlarda filan olan ustalar üçün lazımdır bu. Bir də ki, ustaya hər vaxt getməyə imkanı olmayan Toyota sürücüləri üçün lazımdır. Bunu birləşdirəndən sonra nə edirsiniz? Avtomobilin cihazlar panelini görürsünüz. Açarı da əlimdədir. Salsız cihazlar paneli açarı yerinə və cihazlar panelini açırsınız. Və orada çek işığını müşahidə eləməyəcəksiniz. Müşahidə elədiyiniz andan etibarən saymağa başlayırsınız. Məsələn, açıram. Görürsünüz, bax, çek yoxdur. Bax, indi yanacaq. 1, yandı, söndü. 1, 2, söndü. 1, yandı, söndü. 1, 2, söndü. Deməli, kodu təkrarlayır. Bu deməkdir ki, bizim 12 kodumuz var. Yəni, kod 12. Başqa kod vermir. Neçə dəfə yanıb sönürsə, o qədər sayırsınız. Məsələn, 1, 2. Sonra uzun ara verir. Yəni, kod bitdi. Yenə də kodu təkrarlayır. 1, 2. Vəssalam. Yəni, bu olur sizin avtomobilinizin, Toyota'nın, mühərrikin idarəetmə blokunun diaqnostikası. İndi sonra da əlvizə alırsınız bu müasir mobil cihazınızı və ora kod 12 yazaraq Toyota'nın kodunu axtarırsınız. Və beləliklə də aşkar olunur ki, bu avtomobil ona görə yolda sönürmüş ki, bu avtomobil dirsəkli valın sensorundan şikayət edir. Mən də bunun dirsəkli valın sensorunu çıxartmışam. Görürsünüz, əlimdədir. İndi alacağıq yenisin, quraşdıracaq üstünə. İnşallah salamatlıq olsun. Dirsəkli valın sensoru da yerləşir dirsəkli valın şkifinin böyründə. Orada. Yəni, bəzi avtomobillər kimi sürət qutusu tərəfdə deyil. Bu tərəfdədir. Belə, dəyişəndən sonra yola salacaq və avtomobili inşallah işləyəcək. Yolda qalmayın. Deməli, Kia Rio.
1.6 mühərrikdir. Bundan avtomobil götürülənmir, pis işləyir. Diagnostikada da oksigen sensoruna şikayət edir. Birinci oksigen sensoruna. Bilmirəm, hiss edirsiniz yoxsa yox. Maşın yellənir, amma düzdür, taxometr elə də dəhşətli tərpənmir. Qaz verəndə ümumiyyətlə çox belə deməli pis işləyir. Bax. Açın bir dənə davam edeyim. Deməli, açdım babinlərin üstünü. Və indi başladı, əməlli başladı pis işləməyə. İndi bəlkə yaxalaya bilərəm anı. Baxın. Gördünüz, bax, kapada bax. Görürsünüz. Deməli, yenə də deyirəm, avtomobil oksigen sensorundan şikayət edir. Alışma boşluğuna oxşuyur bu. Deməli, birinci silindir. İkinci silindir. Üçüncü silindir. Dördüncü silindir. Hər bir babini bir dənə boşaldıcıya vurum. Baha görə nə göstərir. Deməli, birinci silindir boşaldıcıdadır. İşə sal. Qığılcım da can çəkir. Burada. Söndür. İkinci silindiri qoşaq. İşə sal. İkinci silindir. Burada ümumiyyətlə qığılcım yox. İkinci silindirdə ümumiyyətlə qığılcım yoxdur. Söndür. Sal. Üçüncü silindir. Bir də. Dizə dəqiqə 2 silindirdən artıq işə düşmək istəmir. Onsuz da düşməməsi normaldır. Bir də. Yaxşı, yormayaq. İkinci silindirin babinin qoyaq yerinə. Burada qığılcım var, gördüm. Birinci silindir barəsində bir şey fikirləşərik, amma o bortdan buraxır da. Müştükdən buraxsaydı bir şey fikirləşərdik. Bunları da yoxlamaq lazımdır. Düzəldim, davam eləyək, baxaq görək nə olur. Hələlik məndə olan Elantran babinin qoydum, hələlik. İkinci silindirə ki, üçüncü silindirdə yoxlaya bilərik. İşə sal.
Bu da dibindən buraxır. Amma o səviyyədə bırax. Söndür. Deməli 4-cü silindir. İşə sal zəhmət olmasa. İşləmir, 4 də işləmir. İşə sal. Yaxşı. 2 ilə 4 işləmir. İndi mən görüm bu ümumiyyətlə 2-yə qoyduğum babin işləyir. Bəlkə heç burada kommutasiya gəlmir. Bəlkə kabeldədir problem. Gözlə görüm. Gözləyin. İşə sal 2 ilə mənim elantra babinim. İskra var. Söndür. Bir daha zəhmət olmasa işə sal 2-ni. Mənim elantra babinimdir. Söndür. Deməli, iskra var. Bu deməkdir ki, birinci silindirin babini xarabdır. İkinci silindirin babini xarabdır özünkü. Dördüncü silindirin babini xarabdır. Ümumiyyətlə, qığılcım yoxdur. Bir dənə 3-ün üstündə işləyirdi maşın. Bir borta verir, 2 ilə də 4 yoxdur. Yəni, afərin bu məhərrikə ki, bu vəziyyətdə işləyir. Canavardır maşallah. Bir babin lazımdır. Alıb yerinə qoymaq lazımdır ki, maşın taraz işləsin. Yoxsa düz işləsi deyil. Belə. Deməli, 4-cü silindirinin babini işləyir, amma çox zəif işləyir. Deməli, əgər mən 19 mm aralıq məsafəsi qoyuramsa, o qığılcım onu deşib keçə bilmir. Əgər biraz qığılcım məsafəsini balacalaşdırıramsa, yəni müasir maşının mühərriki 19 metri deşib keçməlidir. Bir dənə işə sal zəhmət olmasa. Qığılcımı 11 mm çatdıranda yenə belə də əmələ gəlir, can çəkir. Belə, çox zəifdir. Söndür. Deməli, transformasiya əmsalını hesablaya bilərsiniz. Bir babinin 1 mm qığılcımı atmasından ötürü orada bizə 1 kilovolt enerji lazımdır. Ona görə bizdə burada 19 mm-də 19 olmalıdır. O da onu verə bilmir. Yəni, müasir babin verməlidir. Necə ki, 3-cü silindir verir, o da elə verməlidir. Necə 1 verir, o da elə verməlidir. Ona görə də bu babində belə deyək, podzamenu rus məsələ olsa da dəyişilməlidir. Deməli, bir də qığılcım borta verir, dəyişilməlidir. 2 ümumiyyətlə işləmir. 3 olsa da işləyir, yəni zəif də olsa işləyir, 19 mm ata bilir. 4-cü silindir çox zəifdir, ona görə işləyə bilmir. Belə.